Qlavkomalı xəstələrdə hədəflənən göz daxili təzyiq. Əvvəlki videoda hədəf göz daxili təzyiq, bir də hədəflənən göz daxili təzyiq nə olmalıdır? Bunu niyə görə danışmaq istədim? Çünki çox rast gəlirəm. Xəstə dərmanını tökür, dərmanı tökdüyü halda təzyiqi gəlir 21-ə. Doktor, onsuz da erişmişəm, elə 21 normadır da. 21 normada hansı hallarda? Bu insanın qlavkoma ilə yaxından, uzaqdan əlaqəsi yoxdur. Normal bir insan, sıravi vətəndaş, heç bir şikayəti yoxdur, hər şey əladır. Bunun üçün 21-i biz norma qəbul edə bilərik. Amma əgər bir insana qlavkoma diaqnozu qoyulubsa və bu insan qlavkomadan müalicə alırsa, bu xəstələr üçün 21 təzyiq belə təhlükəlidir. Biz əvvəlki videoda qeyd etmişdik. Hədəf göz daxili təzyiq dinamik müşahidə nəticəsində, yəni o hədəf göz daxili təzyiqi təyin etmək üçün bizim aylara ehtiyacımız var. Amma xəstə gəlir, biz aylarla gözləyə bilmərik. Yəni qlavkoma xəstəsidir. Xəstə dərman tökür, amma təzyiqi yenə də 21-dir və həkimi də, xəstəsi də halı normalmış kimi qəbul edirlər. Doktor, hədə 28 idi, 30 idi, 21-ə düşüb, şükür Allaha, yaxşıdır, dərman tökürəm, yaxşıdır. Əsla. Yəni bu təzyiq, 20-21 təzyiq qlavkoması təsdiq olunmuş xəstələr üçün yenə də qəbul ediləcək rəqəmlər deyil. Bu xəstələr üçün mütləq hədəf göz daxili təzyiqi təyin edənə qədər belə biz yenə də mümkün qədər aşağılara 18, 17, 16 o rəqəmlərə salmalıyıq ki, vaxt itirməyək. Çünki hədəf göz daxili təzyiq təyin edilmək üçün ortalama 6 ay vaxt lazımdır. O 6 ayda da biz nə isə itirə bilərik. Yəni o risk, sinirin itmə ehtimalı, riski çox yüksəkdir. Ona görə onu gözləməməliyik. O periodda nə isə itsin. Mümkün qədər təzyiqimizi çox aşağı salmalıyıq. Xəstələrə də tövsiyəm, onsuz da dərman tökürəm, təzyiqim 21-dir, onsuz da deyirlər ki, norma 21-dir. Xeyr, diaqnozu qoyulmuş xəstələr üçün, qlavkoma diaqnozu qoyulmuş xəstələr üçün 21 belə artıq norma deyil. O xəstələr üçün 21 belə artıq yüksək rəqəm sayılır.